Qarşıda ölüm və şəhadətdən başqa bir şey yoxdur. Kim ayrılmaq istəyirsə, buyursun. Biz heç kəsə məcburiyyət qoymuruq. Bu çıxışdan sonra bəzi insanlar geri döndü. Amma sədaqətli səhabələr imamla birgə yollarına davam etdilər. İmam Hüseyin əleyhissalam Küfəyə yaxınlaşdıqca, Übeydullah İbn Ziyad tərəfindən ona qarşı ciddi hərbi tədbirlər görülürdü. O, Küfənin yollarını nəzarət altına almış, imamın Küfəyə daxil olmasına imkan verməmək üçün əskərlər göndərmişdi. Bu məqsədlə Hür İbn Yezid Riyahi adlı bir sərkərdə 1000 nəfərlik qoşunla imamın qarşısını kəsməyə göndərildi. Bu hadisə Zü Həsim məntəqəsində baş verdi. Hür İmam Hüseynin karvanını mühasirəyə aldı. O, Yezidin əmri ilə imamın Küfəyə daxil olmasının qarşısını almaq üçün göndərilmişdi. Amma maraqlıdır ki,